2 ildir ki mən məşğulam tango ilə. Düzdür, biraz pauza vermişəm. Tango məni necə hiss etdirir? Mən tangoda ilk dəfə ən dərin meditasiyanı hiss elədim. Zaman və məkan anlayışını itirdim. Mən əvvəl ona çox texniki baxırdım. Hərəkətlər düz olsun, qəşəng olsun. Məsələn, ilk dəfə mən təslim olmağı öyrəndim bəy partnyora. Mən elə bilirdim tangoda Sara xanım vurğuladınız. Bədən duruşu önəmlidir. Bədən qamət çox önəmlidir. Vurğulayırsınız ki, siz ilk dəfə orada, yəni meditasiya. O 1 ildən sonra oldu Gülər xanım. Mənə bundan öncə uzun müddət tango ilə məşğul olanlar deyəndə ki, bu meditasiyadır, rəqsdən daha çox. Mən buna inanmırdım. Çünki mən buna belə qəşəng görünən, ehtiraslı, emosiya dolu bir rəqs kimi görürdüm. Amma sonra mən özüm bunu yaşayandan sonra mən anladım ki, əslində filmdə göstərilən o ağızda olan qızıl güllər, o ehtiras, o sadəcə şou proqramıdır, performansdır. Amma əsl real tangoda başqa bir insanla kontaktla siz dərin meditasiya yaşayırsınız. Və mən onu ilk dəfə özüm də gözlənilmədən yaşadım. Mən yorğun gəlmişdim tango gecəsinə, özdə gecikmişdim 1 saat. Gəldim, sadəcə o qədər yorğun idim ki, mən sadəcə təslim oldum. Mənim ayaqlarım öz-özünə getdi, mən heç nə düşünmürdüm, beynim tam sönmüşdü və mən elə bil yuxudaydım. Partnyor məni özü ilə aparırdı, mən onu hiss edirdim, impulslarını və mən məkan-zaman anlayışını itirmişdim. O flow sözü var, anda qalmaq prosesdə, zaman-məkan anlayışını itirmək. Mən onu ilk dəfə tam hüceyrə olaraq, tam bədən olaraq tangoda yaşamışdım. Nə gözəl Sara xanım, həqiqətən siz danışdıqca o stop elədiyim o balaca Güləri xatırladım da, gənc Güləri, yəni hansı 19-18 yaşında və yenidən başlamağa cəsarət, yəni mənə o yenidən cəsarəti verirsiniz. Mən birinci dəfə də eşidirəm ki, o anda qalır, meditasiya prosesi. Mən sizin dediyiniz kimi onun şou tərəfini düşünürdüm. Duruş, sevgi, ehtiras, yəni onu elə anlayırdım. Tango rəqsi zaten elə deyilir. Tango rəqsi ehtiraslı, amma bunun sırf başqa yöndə, yəni hissiyatla biz təslim olanda... Əslində tango 2 yerə bölünür, belə baxanda. Var performans üçün, şou proqramlar üçün tango. Orada təbii ki, o ehtiras göstərilməlidir. Çünki orada dekor, gözəllik daha önəmlidir ki, insanlar əylənsin, zövq alsın ona baxanda. Amma siz tango gecələrinə gedəndə, məsələn, milonqalara, siz orada görəcəksiniz ki, heç kim orada şou göstərmək istəmir. Siz orada görəcəksiniz ki, təzə başlayanlar o şou göstərmək istəyir. Amma uzun müddət illərcə tangoya gələnlər, onlar hətta bir yerdə dayana da bilər, gözlərini yuma bilərlər və bir-birini hiss edərək, musiqinin ritminə uyğun olaraq ən yavaş hərəkətlər də edə bilərlər. Yəni, bu o qədər individual bir prosesdir hər bir insan üçün və o qədər hər bir partnyora çox dərin bir dərslər verir bu rəqs. Dünyanın ən çətin rəqslərindən biridir. Öz dərin fəlsəfəsi var və qadına öyrədir təslim olmağı, partnyoruna güvənməyi, kişilərə güvənməyi, komandada bu rolu oynamağı, bəylərə isə öyrədir liderlik bacarıqlarını. Və qadının necə, məsələn, milonqa gecələrində qadın heç kimə dəyməsin, onu qorumaq üçün digər, məsələn, cütlüklərdən el eləmək üçün bir-birinə dəyməsin, strateji baxmağı və eyni zamanda tangoda bəylərə öyrədir qadınlarla göz kontaktı qurmağı. Çünki milonqa gecələrində, tango gecələrində dəvət yaxınlaşmaqla deyil, göz kontaktı ilə olur ki, birdən, məsələn, bir xanım dəvəti qəbul etməsə, göz kontaktı ilə bunu göstərsin ki, həmin o partnyor başqa adamların yanında pərt olmasın. Nə gözəl, Sara xanım, təşəkkür edirəm sizə belə izah etdiyinizə ki, bir gün bir yerdə inşallah gedərik.